Salam, hörmətli dostlar, xoş gördük sizləri. Bugün sizlərlə 7-ci siniflərin Respublika Fen Olimpiadasında riyaziyyat fənnindən düşmüş sualların, birinci mərhələdə düşmüş sualların həllərini, izahlarını bir yerdə baxacaq. Müəyyən səbəblərə görə gec həll edirəm, videoları yerləşdirirəm. İnşallah üzrünü sayarsınız. İnşallah ki, yəni baxmayanlar və ya da gələn üçün bu imtahanda iştirak edən şagirdlər videolardan faydalana bilərlər. Baxaq dostlar, birinci sualdan başlayaq. Deməli, birinci sualda nədir bizə? Hesablayın. Bir kəsir var. Bu kəsiri bir yerdə baxaq və həll edək. Hətta belə bu sual. Deməli dostlar, birinci sualda bizə bir kəsir verib. Kəsir burada yazmağa çalışacağım. Deməli, mötərizədə 1 çıxılsın 4-də 3 bölünsün 4-də 1 1 üstə yensin 5'də 2 bizə neyi verdi? Bizə bunun həllini, cavabını soruşur. Deməli, ilk öncə təbii ki, biz mötərizə üçün həll etməliyik dostlar. 1-dən 4'də 3 çıxanda, 1'i 4'də 4 kimi yazsaq, 4'dən 4'də 3 çıxdıqda edir 4'də 1. Bu da bölmədir, sürətdə gördüyünüz kimi. Bu bölməni tərsinə çevirsək, vurmaya çevirsək, vurulsun 1'də 4 olmuş olar. Və bu 4'lər buradan ixtisara gedər, sürətimizdə 1 qalar. Aşağıda da 1'i 5'də 5 kimi yazıb 5'də 2 ilə toplasaq 5'də 7 alınır dostlar. Yəni 1 bölünsün 5'də 7. 1 bölünsün 5'də 7 məxrəci biz tərsinə çevirib yazarsaq eləcə 7'də 5. Cavabımız nədir? 7'də 5. C variantı. İkinci sualla davam edelim dostlar. İkinci sualda bizə nə deyir? Bir üslü ifadə verildi və bunların müqayisəsini bizdən soruşur. Yəni A bərabərdir 2 üzərində 14, B bərabərdir 4 üzərində 8 və C bərabərdir 16 üzərində 3. Bizdən soruşur ki, A, B, C ədədlərini müqayisə edin və hansı daha böyükdür onu sırası ilə yazmaq lazımdır. Böyükdən kiçiyə doğru və ya da kiçikdən böyüyə doğru. 2 üstündə 14 olduğu kimi qalsın dostlar. Və B-yə baxaq, B-ni biz necə yaza bilərik? 2 üstündə 2, yəni 4'ü yaza bilərik biz 2'nin kvadratı, 10 üzərində 8 və beləliklə buradan B alınır ki, 2 üzərində 16. Biz bilirik ki, qüvvətin qüvvəti həmin qüvvətdən hansına bərabərdir? C bərabərdir. 16 necə yazmaq olar 2'nin qüvvəti şəklində? 2 üstündə 4 kimi yazmaq olar. 10 da üzərində 3, C bərabərdir 2 üzərində 4'ü 3'ə vuruqda 16 edər. Yəni, buradan gördük ki, A'mız 2 üstü 14, B'miz 2 üstü 16, C'miz ise 2 üstü 12'dir. Buradan B'nin böyük olduğu, ondan sonra A, en sonunda da C'nin, yəni 2 üstü 12'nin geldiğini görmüş olarıq. Bu da C variantına uygun gəlir dostlar. Üçüncü suala baxaq. Burada da gördüyünüz kimi şəkillər də verilib. Verilmişdir. Un torbalarının çəkiləri hər birinin üzərində yazılmışdır. Torbaların ümumi çəkisi nə qədərdir? Birinci torbadakı unun çəkisi 7,8 dövrdə 5. İkinci torbadakı unun çəkisi 8 dövrdə 8, 0 dövrdə 8. Üçüncü torbadakı çəkisi isə 2,4 dövrdə 7'dir dostlar. Bizdən bunların cəmini soruşur. Biz bunu necə yaza bilərik? Biz bunları əslində kəsirə də çevirib, qarşılıq kəsirlərə çevirib yaza bilərik. Və da ki, düşünürəm ki, biraz daha fərqli üsulla həll edeyim. Onu hər kəs bilir, biraz daha fərqli etməyə çalışacaq. Yəni, daha doğrusu praktik həll etməyə çalışmam bu sualı. 7,8 arxasında 5'ləri biz bu şəkildə düzə bilərik müəyyən qədər. 0,8'lər davam edir. 8'lər bu şəkildə davam edir. 2 tam, yəni kəsirlərə müraciət etmədən, qarışıq kəsirlərə, düzgün olmayan kəsirlərə müraciət etmədən bu metodu birinci halda 7-ci siniflər bilirlər, 6-cı siniflər keçiblər, səhv etmirəmsə. 4, 7'lər davam edir burada. Bizdən bunların cəmini soruşur dostlar. En sondan mesela sonu yoxdur dostlar, ədədlər davam edir. Yəni bir yerdən götürüb dostlar davam etsək, 5, 8 və 7'ni toplasaq, bizim burada alırıq ki 15,
Üstünə 5 gəndə 20. Və 20. Əvvəlcədən də bir 20 və oradan da 2 artıq qaldı dostlar əslində. 2 yadda qaldı. Çünki bu sonsuza qədər getdiyi üçün əvvəlcədən bir 2 var. Çünki burada 20 alırsa əvvəlcə bir 20 almışdır. 20 üstünə bu 2-nin gəlsə 22-dir dostlar. Və hər birində 2 yazarsa və gəldik 8, 16, 4, 20. O da yenə də 2. Onu da əlavə edək. 2-ni yazıq, yəni 22. 2-ni yazıq 2 yadda. 7, 0, 4, 9 eləyir. Buradan da 2 yadda qalmış. Onu toplasaq 11 tam 2. Yəni 11 tam 4-də 2 olaraq belə də yaza bilərik dostlar. Kəsir formasında metodunu onu bilirsiniz onsuz da. Çox güman ki. Mən belə yazmaq istədim. Və cavabımız buradan D variantı. Dördüncü suala baxaq dostlar. Dördüncü sualda bizə nə deyir? 3 üzgüçünün iştirak etdiyi yarışda birinci üzgüçünün yarışın qalibi olma ihtimali yarışta qalib olma ihtimali 9'da 2'dir. İkinci üzgüçünün yarışta qalib olma ihtimali 18'də 5'dir. Üçüncüsünün qalib olmağın ihtimalı neçə faizdir deyir bizə. Bizdən faizini soruşur. Biz bunları toplasaq görə 2 dənəsinin qalib olma ihtimalı nə qədərdir dostlar? Buradan da biz 2'yə vurarsak alarıq ki 18'də 4. Burada da 18'də 5. Toplasaq biz bunları alarıq ki ikisinin qalib olma ihtimalı 18'də 9. 18'də 9. Yəni bütövlükdə əslində ehtimal bütöv bir tamdır, bir bütövdür yəni. Bunların ikisinin qalib olma ihtimalı 18'də 9, 50% deməkdir əslində. Əgər bu ikisinin birlikdə qalib olma ihtimalı 50% isə üçüncüsünün də payına nə düşür dostlar? Elə 50% düşür. Çünki toplam 100% olduğu üçün 18'də 9'un 50% olduğunu bilirik. Yerdə qalan da nə olur? Diğer üzgüçünün payına düşür ki, o da qalib olma ihtimalı 50%'dir. 5. sualına devam edək. Verilmiş 5 təcrübə qabının hansılarından maye miqdarı bərabərdir? Şəkildən də görürük. Belə şəkildə böyüdək biz burada. Deməli, şəkildə A şəklində görürük ki, bir trapesiya verilib. Bu trapesiyada neçə əslində sahəsi olaraq sahəni tapmağa çalışsaq dostlar 1, 2, 3, 4, 5 bunu getirib bura qoysaq edər 6 6'dan böyükdür dostlar əslində bu hissəsi 6'dan böyük hər halda 7'dən də kiçik olar. Çünki 7 olmasın da əlavə fərqli şeylər olması lazım. Bəs B-də nə qədərdir? 1, 2, 3 bunları getirip hətta böyləlikdə dostlar. Bu yarıdan keçdiyi üçün bir yarısı buradadır. Bir yarısını da getirib bura qoysaq bu tamamlanmış olur. Yəni sanki bunu bu hissəni götürürəm, getirib bura yerləşdirirəm. Yerləşdirəndə burada bütöv bir, yəni 3 dənə xana olmuş olur. Toplam 6 dənə burada xana vardır. Burada da C-də 6 xana var. D-də sayısa 5 xana var. Burada da yenə də 6, 8 xana var. Hansı iki dənəsində bərabərdir? B ilə C-də iki şəkillərdəki mayələrin miqdarları eynidir. 6-cı sualla davam edək dostlar. 6-cı sualda bizə nə deyir? Deyir ki, A bərabərdir 16 olaraq düzəltək. A bərabərdir mənfi 2. O zamandır mənfi A kubu çıxılsın mənfi A kubu mötərizədə çıxılsın mənfi A-nın kvadratı. Gətirib yerini yazmaq lazım. Başqa işlə sadəcə diqqətli olmaq lazım mənfilərdə. Mənfi və mənfi 2'nin kubu A-nın yerini yazırıq. Diqqətlə fikir verin dostlar. Və burada bir mənfi var mötərizəsində. Yəni A-nın özü də mənfi 2'dir. Bax bu şəkildə yazılır. Çıxılsın. Yenə də burada A-nın mötərizəsində bir mənfi var. Amma A-nın özü də bir mənfi 2'dir. Kvadratı. İndi bunu hesablayaq. Görək nə alırıq. Mənfi 2'nin kvadratı mənfi 8. Qabağında mənfi var müsbət 8 eləyir. Mötərizənin içərisində mənfi müsbət.
kvadratı müsbət 2'nin kvadratı 4 çıxılsın. Burada kub idi. Başlayın, burada kubdur. Mənfi 2'nin müsbət 2'nin kubu edəcək 8. Qabaqdan bir dənə mənfi var. Çıxılsın 8 olmuş olacaq. Minus mənfi burası onsuz da müsbətlədir. Müsbətin də kvadratı 4 çıxılsın yenə də 4. Bu 8'lər buradan islah olar. Yerdə qalar nə? Mənfi 4C variantı. Devam edelim dostlar. 7. sual yine. 7. sualda bize deyir ki, verilib x kvadratı çıxılsın x üstə gəlsin 2. X üstə gəlsin bir çox ədəsinin əmsallarının cəmini tapın. Əmsalların cəmini tapmaq üçün dostlar. Əmsalların cəmini tapmaq üçün. Nə edirik? Harada x görsə yerinə 1 qoyuruq. Yəni harada dəyişən görsə yerinə 1 yazmanız kifayətlidir. Getirib yazsaq 1'in kvadratı çıxılsın 1 üstə gəlsin 2. 1 üstə gəlsin 1. Buradan qalır birinci mötəzə hissəsində 2 vurulsun 2 bərabərli 4 cavabını almış oluruq. 8. sualda bir ədəd oxu verib dostlar bizə burada. Aşağıdakı ədəd oxu üzərində A, B, C ədədlərinin yerləşdikləri aralıqlar verilmişdir. Biraz daha dəqiq olsun deyə buradan çəkək. Mənfi 2, mənfi 1, 0, 1 və 2. Burası, yox buradan vermir. Harada verib? 0 ilə mənfi 1 arasında verib. Burası A burada yerləşir. Burada B yerləşir. Burada da C yerləşir. Və A'ya deyək ki dostlar, nə deyək? A'mız 0 ilə mənfi 1 arasında mənfi 0'dan 10'da 5 ola bilər məsələn. Qiymət verək. B'miz ola bilər 1 ilə 0 arasında 0'dan 10'da 5, müsbət 0'dan 10'da 5. C də olsun 1 ilə 2 arasında 1'dan 10'da 5. Bunları daha rahat müqayisə edə bilmək üçün belə yerinə ədədlər yazsa deyə düşünürəm, yaxşı olar. Buna görə də verilənlərin hansı doğrudur? Birincidə verilib ki bizə B'nin kvadratı böyükdür B'dən. B nədir burada? 0'dan 10'da 5. 0'dan 10'da 5'in kvadratı eləyir 0'dan %25. B'dəki 0'dan 10'da 5'dir. Təbii ki 0'dan 10'da 5 daha böyükdür və bu səhvdir dostlar. Çünki B mənfi edilir. Ümumiyyətlə 0 ilə 1 arasında olan və yaxud da ki 0 ilə 1 arasında olan kəsillərdən qüvvəti artdıqca ədəd özü kiçilir. Yəni ədədin özü onun qüvvətlərindəki olan ədədlərdən daha böyük olmuş olur dostlar. Bunu unutmayaq. İkincidə görək nədir bizə? İkincidə deyir ki C'nin kubu böyükdür C'nin kvadratından. C nədir burada? 1/5'dir. Təbii ki bu 1 ilə 2 arasında olan ədədlərdə fərq etməz dostlar. Qüvvəti artdıqca özü də artacaq onsuz da. Bu da C'dəki 1 ilə 2 arasında yerləşən bir ədəddir. Yəni 1/5'in kubu böyük olacaq 1/5'in kvadratından. Bu doğrudur. Üçüncüsünə baxaq. Üçüncüsünə deyir ki bizə A vurulsun B böyükdür A vurulsun C. A'mız nədir burada? Mənfi ədəddir dostlar. Yəni mənfi 0/10'da 5 vurulsun müsbət 0/10'da 5, yəni B'nin qiyməti. Bunu birinci hesablayaq. Bu necə mənfi 0/25. A'nın qiyməti mənfi 0/10'da 5. B'nin qiyməti isə 1/10'da 5. Bu neçə eləyəcək? Bu da mənfi 0/75 edəcək dostlar. Və baxırıq ki biz buradan aldıq. A vurulsun B'nin mənfi 0/25 aldıq. Bu da 0/75 aldı. Mənfi 0/75. Təbii ki, mənfi ədədlərdə mütləq qiymətcə kiçik olan ədəd daha böyük olmuş olur. Ona görə də bu daha böyükdür və üçüncü bəndə verilən ifadə də doğrudur. Beləliklə C variantındakı 2 ilə 3 doğru olmuş olur. 9-cu sual. 9-cu sualda bizə nə deyir? Bir tikintinin eyni gücdə olan 75 işçi 90 günə bitirir. Başlanğıcda işçi sayı 20% daha çox olsaydı, yəni 75'in 20%'nin artırmaq
Yani 120%'ini tapmaq deməkdir. Yəni 75'i biz 120%'ini tapmaq üçün 1,2 vurmaq kifayətlidir. O da bərabərdir 90. Yəni başlanğıcı 90 işçi olsaydı nə olardı? Dostlar, bu da ki ters mütənasibdir. İşçilərin sayı artdıqca sərf olunan gün azalacaq. Çünki nə qədər çox işçi işləsə daha tez bitirmiş olurlar. Bu da ters mütənasib asıllıqdır. 75'i 90 ise 90'da 75 olacaq dostlar. Tam tersine olur. Ona göre de cevabımız önüne A variantı. 10. sualla devam edək. 10. sualda bize deyir ki 6A cüt ədəd olarsa aşağıdakilerden hansı mütləq cüt ədəddir? Dostlar, burada dikkat etmək lazımdır ki A burada natural ədəd olduğunu demir bizə. Tam ədəd olduğunu demir. Yəni hər hansı bir kəsr ədəd ola bilər. 2'də 1 də ola bilər, 3'də 1 də ola bilər, ne bileyim 3'də 2 də ola bilər və s. Ona göre de beyniniz karışmasın. Natural olarsa tabii ki burada bir neçəsi olabilir cevaplardan ki cüt ədəd alınsın. Ama bunun elə bir şərt verilməyib. Həmişə mütləq cüt olması üçün 12A. Niye 12A cevabı her zaman cüttür? Çünkü 2 vurulsun 6A'dır. Bu bize verilip cüt ədəd dostlar. Cüt ədədi 2'ye vursak her zaman ne olacak? Cüt ədəd olacak tabii ki. Ona göre de verilen cevapların ancak 12A mütləq ve mütləq cüt ədəddir. 11. sualla devam edək. 11. sualda verilib ki 3 üzərində 7 üstə gəlsin 3 üzərində 9 üstə gəlsin 3 üzərində 11 bölünsün 3 üzərində 9 3 üzərində 7 3 üzərində 5 bərabərdir. Orta məxrəc olaraq 3 üzərində 7'ni mötərizə xaricindən çıxarmaq olar. Burada qalar 1 3'ün kvadratı 3 üzərində 7'ni çıxardıq. 3 üzərində 9'dan ikisi qaldı. 3 üzərində 2 qaldı. 7'sini çıxar. Burada 3 üzərində 4 qalmış olur dostlar. Buradan da 3 üzərində 5'i çıxaram mötərizə xaricinə. Qalacaq 3 üzərində 4, üstə gəlsin 3 üzərində 2 və 1 qalmış olur. Və gördüğünüz kimi rahatlıqla buradan biz ilk sıra apara bilərik. 3 üzərində 7 bölünsün 3 üzərində 5 bölmə zamanı qüvvətlər çıxılır. 3 üzərində 2 o da bərabərdir 9. 12. sualdan devam edək. 60 metrlik parçanın 15'te 1 ile 3 ədəd şalvar tikilir. 15'ten 1'i ile 3 tane şalvar tikilir. Buna göre kalan parça ile aynı şalvarın neçə ədəd tikilir? Yəni 15'ten 1'i ile 3 ədəd şalvar tikilirsə, bəs 15'ten 14'ü ilə, yəni 1'i ilə 3 şalvar tikilirsə, bir hissə ilə, bəs həmin 14 hissə ilə neçə şalvar tikilər? O zaman 14'ü vurmamız lazım neye? Uşaqlar 3'e. O da yerine 42. 42 şalvar tikmək mümkündür. Geldik 13. suala. Və dostlar 13. sualda bizə nə deyir? Məsələnin üzərində həll etməyə çalışaq. Deyir ki bizə burada ikinci ilə üçüncü bucaqların cəmi 88'dir. Yəni 2 ilə 3 aradır. Bu bucaqların cəmi 88'dir. Biz bilirik ki əgər 2 daxili bucağın cəmi 3 bucaqdır. 2 daxili bucağın cəmi onlara qonşu olmayan bir xarici bucağın, yəni 4'ün cəminə bərabər. Yəni 3 ilə 2'nin cəmi 88 ise demək ki bu da 88 olmuş orada dostlar. Eğer bu həmçinin bu bucağımız 4 bucağı 1 ilə 5'in də cəmidir. Yəni 1 ilə 5'in də cəmi həmçinin 1 ilə 5'in cəmi buradan yazacağım 88'dir. 2 ilə 3'ün də cəmi 88 olduğu bizə verilib və 4'ün də biz burası 4-cü bucağı da 88 olarak tapırıq və 3 vurulsun 88 o da bərabərdir 264 derece tapılır dostlar. Baxaq indi 14-cü suala. 14-cü sualda deyir ki verilmiş iki qat bərabərlikləri haqqında fikirlərdən hansı səhvdir? A variantında deyir ki 0,13 ilə 7,13 bərabərliyinin tam həllərinin sayı 7'dir. Təbii ki 0,13 ilə buradan da yaza bilərik biz. 14'lüyə A variantında 0,13 burası olsun. 7'den 13 burası olsun. Buradan 1'den başlayacağım. 1, 2, 3, 4, 5,
6 ve 7. 7 de burada bir yerdedir. 0,3 ile 7,3 arasında 7 tane var. Doğrudur dostlar. Mənfi 1 tam 11 tam onda 6 ile 11 arasında 11 tam onda 6 arasında ki tam ədədlərin sayını bizden soruşur. Deməli dostlar, yine burada elde oku çekmeye çalışacağım. 0 burada olsun. 1 başlasın ve devam etsin 11. Ve sonra 11 tam onda 6. Bu da sonra da 12 gelir tabii ki. Burada da mənfi 1, mənfi 2 vesaire geldi. Mənfi 11. Sonra gelecek mənfi 11 tam onda 6. Sonra gelecek mənfi 12. Bize tam ədədlər lazım. 11, mənfi 11'den mənfi 1'e kadar 11 tane burada. 1'den 11'e kimi? Çok getdik. 1'den 11'e kimi? Yəni də burada 11'de. Bir de 0 var dostlar. Toplam 22, 23 tane 0'a daxil etse 23 tane doğrudur. Həlli var. C variantında mənfi 45 tam onda 1 ve mənfi 40 tam onda 5 arasında tam ədədlər hansılardır? Təbii ki, mənfi 45'in özü, mənfi 44, mənfi 43, mənfi 42, mənfi 41 ve mənfi 40. Bunlar daha doğrusu mənfi 40 ile yok. Artık orası 40 olmayacak dostlar. Niye olmayacak? Çünkü mənfi 40 tam onda 5 bunların ortasındadır. Mənfi 40 tam onda 5 burada da sonra gelir mənfi 40. Ona göre bize bu aralığı soruşur dostlar. Mənfi 45, mənfi 44, mənfi 48, 43, 42 ve mənfi 41 olmaqla bunların həlləri. Bu da doğrudur. D variantında ise bize değil ki mənfi 4'te 17 ile K'mız 4'te 17 ile dahildir. 9'da 83. 4'te 17 biz bunu karşı kese çevirsek 4 tam 4'te 1 demektir. 83'ü de 9'a bölsək 9 tam 9'da 2 demektir dostlar. Ve burada beraberliğin tam ədədlərin sayı 6 deyir. 4 tam 4'te 1'den sonra gelen ilk ədəd 5, 6, 7, 8, 9 da dahildir. 9 tam 9'da 2 olduğu için. Ve buradaki tam ədədlərin sayı 5'dir. 6 değil. Ona göre doğru olmayan cevabımız D'dir. Daha doğrusu hansı fikir səhvdir? Səhv olan cevabımız D variantı dostlar. 15. sualına devam edək. 15. sualda bize gördüğünüz bir şekilde üzerinde işleyək. Şekilde verib ki bunlar AB ile CGF paraleldir ve CE tembeldir. Yani bu bucaqlar birbirine beraberdir. Ve burası 70 derece olduğu için bizden soruşur X'in qiymətini. Dostlar böyle bir qayda var. Keçmişsiniz çok güman ki bilirsiniz. Paralel düzxətlərdə böyle bir M şeklinde verilen bucaqda, yani bu bucağla bu bucağın cəmi bize verir bak ortadaki bucağı. Yani bu 30 ile 70'in cəmi bize verecek bu buradan gelecek 100. Tembelen olduğu için burası 50, burası da 50 olmuş olur. Burası 70 ise o zaman burası 110 olur dostlar. Ve X bir dediğimiz gibi bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağın, yani 110 ile 50'nin cəmlə beraberdir. O da 160. Bəli, D variantı. 16. sualda düz bucaqlı formasında olan 6 eyni taxta blok şaqili ve üfüqi olarak bir yerden toplanıp bir yere toplanıp düz bucaqlı bir hissə düzəldilir. Taxta blokun birinin eni x minus 1'dir. Santimetre olarsa bütün şeklin perimetri neçədir? O zaman bu x minus 1, x minus 1, x minus 1 yazar burada. Toplam olacak bunun eni. 4 tane x çıxısın 4. O zaman burası 4x çıxısın 4'dürsə, burası da x çıxısın 1, x çıxısın 1. Yani alırıq ki biz bu hissəni 6x çıxısın 6. Perimetre tapmaq için biz bilirik ki perimetre beraber 2 vurulsun eni ile uzunluğunun cəmi. Eni 4x çıxısın 4 idi. Uzunluğu ise tapdıq 6x çıxısın 6'dır. Ve buradan alırıq ki biz 2 vurulsun 10x çıxısın 10. O da beraber 10'u çıxarsa müəddəsi xaricinə
Şurada bir 2 vardı. X çıksın 1. O da beraber 20. X çıksın 1 almış oluruz dostlar. 17. sualda 17. sualda n kiçikdir n, o da kiçikdir mənfi 1 olarsa aşağıdakilerden hansı səhvdir deyir. Təbii ki, o zaman bunlara bir qiymət verə bilərik dostlar. Mənfi 1-dən kiçik n-in yerinə mənfi 2 yazaq, m-in də yerinə mənfi 3 yazaq ki, işimiz daha rahatlaşsın. A variantında mənfi m-in yerinə mənfi 3-də 1 və ya da belə yazaq, mənfi 3-də 1 böyükdür mənfi 2-də 1-dən. Doğru mu? Təbii ki dostlar doğrudur. Çünki niyə görə? Mənfi ədədlər qiymətcə kiçik olan ədədlər daha mütləq qiymətcə daha doğrusu kiçik olan ədədlər daha böyük olmuş olurlar. Burada da 3-də 1 normalda mütləq qiymətcə 2-də 1-dən daha kiçikdir, amma mənfi olduğu üçün daha böyük olmuş olur. Bu doğrudur. B-də m kubu kiçikdir n kubu. Yəni mənfi 3-də 1-in mənfi 3-ün daha doğrusu mənfi 3-ün kubu. Bu da mənfi 2-nin kubu. Mənfi 3-ün kubu mənfi 27 edir. Mənfi 2-nin kubu isə mənfi 8 edir. Mənfi 8 daha böyükdür mənfi 27-dən və bu da doğrudur dostlar. Bizə də elə verib onsuz da işarəni. C variantında m kvadratı böyükdür n kvadratı. M-in kvadratı, yəni mənfi 3-ün kvadratı eləyəcək 9. Mənfi 2-nin kvadratı eləyəcək müsbət 4. 9 4-dən böyükdür və bu da doğrudur. D variantında m bölünsün n kiçikdir 1. M nə idi? Mənfi 3 idi. N nə idi? Mənfi 2 idi. İxtisar getsə qalacaq burada. Lazım mənfiləri biz buradan silsək 3 bölünsün 2 alınır. O da 1,5 edir dostlar. 1,5 1-dən kiçik deyil, böyükdür. Ona görə də səhv cavabımız budur. Bizdən səhv cavabını soruşuruz. D variantı. 18-ci sual da isə A böyükdür B, o da böyükdür 0 olarsa və C-nin də qiyməti verib ki 2A üstəyənsin B bölünsün A olduğuna görə aşağıdakilərdən hansı doğrudur? Və C-ni biz bu şəkildə yaza bilərik mi? Görəsən 2A bölünsün A üstəyənsin B bölünsün A. Buradan A-ları ixtisar yaparsa A bərabərdir 2 üstəyənsin B bölünsün A kim yazaq? Yazaq. Və A B-dən böyükdür. Müsbət ədədlərdir. Sıfırdan böyük hər ikisi. Və A B-dən böyükdürsə, demək ki, burada məxrəc, yəni A B-dən böyük olduğu üçün məxrəc də B-dən sürətdən böyük olduqda dostlar, burada təbii ki, 1 tam alınmayacaq, sıfırdan neçə salınacaq. Bunun təxmin edək ki, qiyməti 2 tam, niyə 2 tam deyirəm dostlar? Dediyim kimi 2 var burada. Burada A böyükdür B olduğu üçün 0,5, 0,5, 0,6 var. Bu şəkildə bir ədəd alınacaq. Təxmin edək ki, 2,5-dir. Olarsa, bu ədədimiz aşağıdakilərdən hansıdan uyğun gəlir? A variantında 2, C bərabərdir 2 deyil. C kiçikdir 2 yoxdur. C 2-dən böyük almışıq. 3-dən böyükdür. Xeyr, 3-dən böyük almamışıq biz. Və 2 ilə 3 arasındadır. Bəli, aldığımız ədəd 2 ilə 3 arasındadır. Ona görə də biz D variantını seçmiş oluruq. 19-cu sual. Kitab mağazasında X üstəyəsin 5 manat olan bir kitab 20% gəlirlə, 20% gəlir bir dediyimiz kimi dostlar, 1,2-yə vurmaq lazımdır. 1,2 gəlirlə eləcək X üstəyəsin 8 kitabın ilkin qiyməti, yəni X üstəyəsin 5 tapmamız lazım. 1,2 vurub açaq, üstəyəsin 5-i 1,2 vurunda 6 bərabərdir X üstəyəsin 8. 1,2 x-dən x çıxdı da hamısını bir yerə toplamağa çalışacağım. 0,2x 8-dən də 6 çıxında 2 x bərabərdir 10 olmuş olur. Bizə ilkin qiymət x üstəyənsin 5 idir. Yəni 10 üstəyənsin 5 edəcək də 15. Ona görə cavabımız A variantıdır dostlar. Deməli 20-ci suala baxaq dostlar. 20-ci sual dediyimiz kimi həm 5-ci siniflərdə var idi, həm də 6-cı siniflərdə, indi 7-ci siniflərdə eyni sualdır. Sadəcə ən son qismini dəyişikliklər. 20-ci sualda bizə yenə də izah edirəm. Əvvəlki videolarda var. Dostlar. Buradan ancaq bu hissəyə baxmamız lazımdır ilk öncə. Niyə görə? Çünki ancaq burada nəticə olaraq
1378 yani rəqəmlərdə ibaratlar. Burada bir ipucu var. Bir baxa görək. 2 elin bir-birinin cəmi 8 edir. Ya bu 4 4 ilə elə ki 9 9. 9 9 götürür şagirdlər. Çünki 4 4 götürəndə alınmır. Yoxlaya bilərsiniz. Yəni 4 4 alınmasa 9 9'a yazın. 9 ile 9'un cəmi 18 bir yadda yazar bura 1. Deməli o zaman bunun cəmi o'ların cəmi 7 olması üçün burada da 1 var idi. Əslində 6 olmalıdır. 6 olması üçün ya 3 3 olar. Ya da ki ikisinin cəminin 6 olması 8 16 olsun ki burada 8 yazar. 16 bu da 1 17 yine de 1 yadda qalır. Və B ilə Q haqqında hələ ki bir məlumat ala bilmirik. O bir yadda olduğunu biz unutmayaq. Sonra gələk digərinə. Deməli, eli biz müəyyənləşdiririk 8. Baxın, 9. O'ya 8 dedik. O zaman T'lər nə olar? Hansı ədədin 3 dənə hansı ədədin cəmi 9 edir? 3. 3'ü 3 dəfə toplasaq 9 edir. Və cəminin 8 olması üçün bize 6 lazımdır. Çünkü 3 tane 6'nın cəmi bize verəcək 18. 8 yazırıq bir yadda. Bəs onda F'lərin yerinə nə yazmamız olur? Bir də burada diqqətlə baxsaq görərsiniz ki, hər müxtəlif rəqəmlər müxtəlif ədədləri təmsil edir burada dostlar. Artıq 3 yazdırıb, 6 yazdırıb, 8 və 9 yazdırıb. 1 yaza bilərik ya da 2 yaza bilərik dostlar. Burada F'in yerinə 2 yazacaq. 1 yazacaqsınız, yoxlayacaqsınız alınmayacaq. 2 yazsaq 3 tane 2 toplasaq 6. O da 1 yadda var idi. B'miz olacaq 7. B'miz 7 olduqda burada da 1 yadda var idi dostlar. Yəni unutmayaq. Üstünə gəlsək 8 eləyər. Bəs Q'nun yerində olmalıdır ki toplayanda 13 eləsin. 8 ilə nəyə toplayanda 13 eləyir? 5'i toplayanda. Demək Q'mizdə 5 oldu. Bundan sonrasını yerinə qoyaraq həll edərək yazırıq dostlar. Deməli F'in yerinə tapmışıq 2. O'nun yerinə 6, T'nin yerinə 3 və bunları bir-birindən vursaq, B'nin yerinə yazırıq 7, O'nun yerinə 8, L'in yerinə 9 və cəminə gəldik Q'nun qiyməti 5'i. Baxa görə indi burada neçə edəcək? 2, 6, 3'ün cəmi edəcək 11, vurulsun, 7, 8, 9'un cəmi 15, o da 24 edir, üstə gəlsin 5. 11'i 24'e vuranda 24 vurulsun 11. Necə 24, 24, 264. O da 5'te gelse 269. Eder. Böyle cevabımız ne olur? C variantı 269. Dostlar. Deməli devam edək. 21. sual ilə. 21. sualda aşağıdaki naxışlar müəyyən bir qaydaya görə çubuklardan düzəlib. Buna göre 6. adımda istifadə olacak çubukların sayı neçə olacaq? Birinci adımda 3 tane çubuğumuz var. İkinci adımda bu 3 tane çubuk var. Bir de her çubuktan yine de 3 tane ayrılır dostlar. Gördüğünüz gibi. Yani 3 üstəgəlinsin ne yazma olar? 3 üstəgəlinsin 3 tane 3 9 edir. 9 yazaq bizdə bura. Sonra burada da yine de 3 tane 3 var. Hem 2 3. Sonra bu 3'ler var. Yani 9 yazdığım. Yani yazalım burada 3 üstəgəlsin 9. Bir de balaca 3'ler var. Yani bunların da ayrılan bu çubuklar var. Bunların da sayı 27 değil dostlar. Yani fikir verirsek görürük ki 3 üstə 1, 3 üstündə 2 ve 3 üstündə 3'tür. Üçüncü şekilde 3 üstündə 3'ün kubuna kimi gəlir. Demek ki 6. şekilde de 3 üzerinde 6'ya kimi gelmesi lazım dostlar. Bu şekilde devam ederse. 3 üzerinde 5 ve 3 üzerinde 6. Ve bunu hesaplamamız lazım dostlar. Bunu da hesaplayanda göreceğiz ki 1092 cevabını alabilirik. 22. sual devam edelim. Rəqəmləri sıfırdan fərqli və rəqəmlərin cəmi 1001 olan 1000 rəqəmli neçə müxtəlif ədəd var? Rəqəmlərin cəmi 1000 və 1000 rəqəmli olması lazımdır. Rəqəmlərin cəmi dostlar 1000 olması üçün 1, 1, 1 və 1000 rəqəmli 1, bura kimi 999 ədəd və axırıncı ədəddə biz 2 yazsaq
ne olmuş olar dostlar? Bu 1000 rəqəmli olur və rəqəmlərin cəmi 1001 olur. Neçə dənə müxtəlif ədəd yazmaq olar deyir. Bu biri mən 2-ni burada yazdım. Mesela ikincisində yazaram burada. Düzdür? Bu 2'nin yerini bu 1000 dənə rəqəm, 1000 dənə mərtəbənin hər birində tekniklər mərtəbəsində, onluqlar mərtəbəsində, yüzlüklər mərtəbəsində ta ki bu şəkildə ta axıra kimi və gələcək ən son və bu şəkildə yenə də 1000 rəqəmi olma, toplamda 1000 rəqəmi olacaq dostlar. Və bu o deməkdir ki, bu 2'nin yerini 1000 dənə mərtəbə yerində, 1000 dənə rəqəmin yerində beləliklə hər birində yerinə yazsam və 1000 dənə belə bir ədəd yazma mümkündür. Bu da C variantına uyğun gəlir dostlar. Baxaq 23-cü suala. 23-cü sualı dostlar. Birinci şəkildə verilib 6 bucaqlı. 6 bucaqlının hər bir fiqurun tərəfinin uzunluğu 2,4'dür. Olan düzgün tərəfləri bərabər 6 bucaqlı verilib. Səma bu naxışı 12-ci şəklə qədər davam edərsə, əldə etdiyi fiqurun perimetri neçə metr olar? Birinci şəkildə 6 tərəf var. Birincidə yazıram ki, birincidə 6 tərəf var. İkincidə saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə tərəf var. Üçüncü şəkildə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə şəkil var. 14 dənə tərəf var. Diğerində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə var. Tərəf var. Və bunlar arasındakı fərq 17 dənə yoxsa bir dəqiqə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 dənə var. 18 dənə var. Görürük ki dostlar buradan. Hər biri 4 artır. Bu zaman biz yaza bilərik ki 4n ümumi düsturu yazmağa çalışacağım. Yəni artma düsturunu. 4n 1 yazanda üstə gəlsin 2. Çünki 1 yazanda 6 almamız lazım. Ona görə də n'in yerinə 1 yazmamız burada kifayət edir dostlar. 4n üstə gəlsin 2. Bizim ümumi düsturumuzdur. 12-ci ədəddə 12-ci şəkildə 4 vurulsun 12, üstə gəlsin 2 bərabər edəcək 50. Hər bir tərəfdə 2,4 cm-dir. Vururuq 50'yə çünki 50 tərəfli olacaq. 12-ci fiqurda 50 dənə tərəf olacaq. 50'ni vururuq 2,4'ə edəcək 120 cm. 120 cm də dostlar metrinə soruşur bizdən cavab 1,2 metr edər. 24-cü sual ilə davam edir dostlar. 24-cü sualda bizə deyir ki, saat 06:25 də elektron saat sıradan çıxaraq geriyə doğru hərəkət edir. 6:24, 6:23 tərsində işləyən bir saata çevrilir. Çevrilsin, buna bir sözümüz yox. Həmin gündür saat 19:45'də olduğu vaxtda xarab olan saat əslində saat neçəni göstərir. Daha doğrusu xarab saat 19:45'də saat neçəni göstərər. İndi baxaq ki dostlar 6:25'də bu saat xarab olubsa buradan bura kimi neçə saat fərq edir? 19:45'ə qədər. 13 saat 20 dəqiqə vaxtımız vaxt var 6:25'dən 19:45'ə qədər. İndi bu geriyə doğru getməsi lazım. 6:25'dən 13 saat geriyə çevirsək 6, 5, 4, 3, 2 və s. gələcək ta ki saat 17'yə. Bu 20 dəqiqəni də dostlar 20 dəqiqə də bu 25'dən çıxanda nə olmuş olacaq? 05, 17:05 olmuş olacaq həmin saatımız. 25-ci sual.
25-ci suala baxsaq dostlar, görürük ki burada deyir ki bizə 1996-cı ildə və 1985-ci illərdə ilin eyni günlərdə anada olan 2 nəfər bir-biriyle tanış olduqları vaxt hər biri öz yaşlarının tam kvadrat ədəd olduğunu deyirlər. Onların tanış olduqları ilin rəqəmləri cəmi neçə olacaqdır? Deməli dostlar, bu yaşları olmalıdır. Ədədlərin hər hansı bir ədədin kvadratı, tam kvadrat olmalı yani. Ona göre de 1996-cı ildə en son doğulan adam budur. Bu daha biraz böyükdür. Bunun ilk ədədi, yani ilk yaşının tam kvadrat olması 1'dir. 1'in kvadratı 1 edir. Bu 1 yıl sonra, yani 97-ci ildə 1985'te doğan adamın neçə yaşı olmuş olar? 12 yaş olmuş olar dostlar. Bu 1997-ci ildə. Bu 1'in kvadratı, buna göre hesapladım ben. Ama 12 hiçbir ədədin kvadratı değil. 1'den sonra gelen tam kvadrat ədəd hansıdır? 4'tür. Bunun 4 yaş olması için 2000-ci il olmalıdır. 2000-ci ildə 1985'te doğan birinin 15 yaş olar. 15 de tam kvadrat değil ama 4 2'nin kvadratıydı. Ona göre yazmıştım. 4'ten sonra gelen tam kvadrat ədəd 9'dur. 9 3'ün kvadratıdır. Bunun için 2005 olmalıdır. 2005-ci il. 2005. Ama 2005-ci ildə 1985'te doğan adamın 20 yaş olur. Bu da yine tam kvadrat ədəd değil. 2005. Növbəti 16'dır. 16 yaşı olması için bu olmalıdır 2012'ci il. 2012'ci ildə bu adamın 27 yaş olacak. Ama yine de 27 yaş hiçbir ədədin kvadratı değil. Ama bu 16 4'ün kvadratıydı. Devam edelim. 16'dan sonra 25 gelir dostlar. 25 5'in kvadratıdır. 25 olması için 1990 ve 25 yaş olması için 1996'cı ildə doğan adam neçinci ilə təsadüf edir? 1996'nın üzerine 25 gelsek eləyəcək 2021. 2021. Yazdık. 2021. 2021-ci ildə isə 1985-ci ildə doğan adamın olacak 36 yaş. 36 da 6'nın kvadratıdır. Aha, oldu. Her ikisinin 2021-ci ildə yaşları tam kvadrat ədəd göstərir. Burada da rəqəmlərin cəmini soruşur. 2, 0, 2 və 1'in cəmi eləyəcək 5. Ben dostlar bu kadar. Bugünlük inşallah növbəti videolarda görüşmək üzere.